Dünyada qadınların və kişilərin sayının bərabər olduğu ölkələri qeyd edirik. Əsas bir neçə ölkəni qeyd edəcəyik. Monqolistan, İndoneziya, Somali, Efiopiya, Cibuti yox. Burada Cibuti qeyd olundu. Cibutini çıxırıq. Efiopiya, Qana, Senegal. Burada Uganda da var. Kişilərin sayı qadınların sayına bərabərdir orada da. Latin Amerikası ölkələrindən biz Nikaraguanı da qeyd edə bilərik. Banan ölkələrindən. Və bir də Cənubi Amerikadan Ekvadoru burada əsas qeyd edə bilərik. Məncə bunlar kifayət edər. Bu qeyd etdiyimiz ölkələrdə qadınların sayı kişilərin sayına bərabərdir.